Üzvü aç göstər ki, nə? Aç üzvü göstər. Hə, belə də ki, mən üzümü göstərmirəm. Sən aç ki, Şimal Pəhlivanı Ceyhun. Ha. Mən sənə söz Instagramda deyirəm. Sən Ceyhunla danışmaq qalmamısan, mənlə danışma. Sözü görüşəndə özümə deyərsən, mən kimlənsə səhv salma, sikərəm sənin, mən kimlənsə səhv salma. Döyüş niyə söyürsən, hə canlıda, küçük. Ha, söyüş söyle. Küçük söyüş niyə söyürsən, hə küçük. Qulaq asırsan. Deyirəm ki, söyüş niyə söyürsən mənim canlımda, sən kim icazə verir söyüş Sən niyə söyürsən? mən Instagramda söyüş var yox söydün mənə? Mən sənə, sən ona layiqsən, mən sənə canlıda söyürəm, mən sənə təklikdə Harada söyüş görüb sən layiqliyim, mən sənə sübut eləyirəm. Sən ona layiqsən. Qızlarla paylaşdığın Damatın videolardan anası bacısı var. Canlıda niyə görə söyüş söyürsən, hə? Mən sən Peysər olmağı sübut eləyirəm. Peysər sənsən, mən deyirəm. Cəmaatın deyirəm, anası bacısı baxır internetdə, sosial şəbəkədə. Niyə qurşaqdan aşağı söyürsən? Sən ana bacı düşünən olsun, o cür videolar paylaşmazsan. Nəfər videolar paylaşıram ki mən. O qızda Argentinli qızlarla dağlar oğlu rəqsündür. Onunla qızı qucaqla götürməkdir. Heç bir normal oğlan elə şey paylaşmaz. Onda belə çıxır ki, Nurəddin Beyləqanlı normaldır da, mənə El Pəhlivanlar Birliyinə götürübdür. Aç şey, ola bilər nəsə bilmir. Mən öz fikrimi deyirəm. Nurəddin Pəhlivan heç nə bilmir də, bir dənə bilərsən. Qulaq as, birincisi mən sirkdə işləyirəm. Bir dəqiqə qulaq as. Birincisi mən pəhlivanam. Pəhlivan sirkdə işləyir. O mənim işimdir. O ki qaldı qız qaldırmağa, o peysərlik sayılır. Qız qaldırmaq peysərlik sayılmır. Sirk daxilində olar. Sirkdən kənarda elə hərəkət edən, göbək açıq qızlarla elə video çəkən, şortiklə yaxşı oğlan sayılmır. Mən yaxşı oğlan saymıram elə. Yaxşı, indi yaxşı oğlan sayılmır. Sən özün yaxşı oğlansan. Şübhəm var ki, yaxşı oğlan olmalı. Yaxşı oğlansan, nə görə söyüşlə danışdın girən kimi? Girəndə salam verirlər, söyüş niyə söydün? Söz söyləmək ki, sən bayaq söz yox, sən mənim sualıma cavab ver. Ay, bir dəqiqə gözlə də. Ay, bıdı. Ay, bir dəqiqə qulaq as. Mən sənlə nə danışmışamsa, şəxsidə danışmışam. Söyüş söymüşəmsə, şəxsidə. Mən cəmaatın içində çıxıb sən söyürsən, nəyə görə qoşulursan canlıda, mənim canlımda söyüş söyrsən. Sən o ixtiyarı kim veribdir? Ay yox, mən yandırıb tökün sən. İndi yandırıb tökür, bir dəqiqə qulaq as. İndi o söydüyün söyüşə görə canlıda cəmaatdan üzr istə. Mən heç kimdən üzr istəmirəm. Gələcəm mən səni qoyub aşırdacam. Yaxşı. Sən məni neynəyəcəksən, qoyub aşırda. Sən ləzzət eləyərsən, anan bacın canlıda olanda kimsə söyüş kimsə söyürsən. səs salma, hə? Hə, düdüyün, kimsə səs salma. Dilin uzanıbdır. Mən səs salma deyirəm. Deyirəm, sən ləzzət eləyərsən, anan bacın canlıda olanda kimsə söyüş söyürsən. Başa düşdün? Deyirəm, geridən ha, sən gəlsən Azərbaycan. Mən kimsə səs salma. Deyirəm ki, Azərbaycana gələndə görəcəksən, sən narahat olma günah. Gələndə görəcəksən, haçan gəlirsən, vaxtı denən. Sən söhbətdən niyə qaçırsan? Deyirəm ki, sən ləzzət eləyərsən, anan bacın canlıda olsa kimsə qurşaqdan aşağı söyüş söyürsən. Çox yaratmıram, ki, haçan gəlirsən denən Azərbaycana, denən çıxıram canlıdan. Hamıdan üzr istəyib çıxıram. Söz verirəm, üzr istəyəcəm. Sən cəmaatdan üzr istə, çıx mənim canımdan, Azərbaycana gələndə xəbərin olacaq. Ki, denən Azərbaycana açan gəlsən, mən üzr istəyirəm cəmaatdan. Azərbaycana gələcəm 2031-ci ildə. Ki, məzələnmə, Azərbaycana açan gəlsin deyirəm. Deyirəm 2031-ci ildə. Mən əsəb xəstəsiyəm, Çingiz, müalicə də almışam. Səni Allah haqqı diri-diri yandırıb ataram zibilliyə. Heç meydu da tapan olmaz. Başa düşürsən məni? Diri-diri yandıraram. Bağlayaram, çarımxa çəkərəm. Gördün yaxşı oğlan diyorsun, matışkə. Eləmə, qurban olum, çarmığa çəkmə. Sənin Instagramdakı səs yazıları Emin Pəhlivan azı. Bütün normal oğlanlara göstərəcəm. Desinlər kim düzdür, kimsə. Yaxşı eləmişəm, söymüşəm. Sən o söyüşə layiqsən. Layiq görəm. Mən heç bir normal hərəkətimi göstərəm. Mən sənin kimi ağzımı açıb canlı yayımda cəmaatın içində söyüş söymürəm. Sənin kimi mən hərəkət eləmirəm. Şu an yaratma, kişi. Sən uzun ayətdə gətirirsən. Tülkü sübut eləyincə, boğazı dərsindən çıxırsan. Çünki sən o söyüşə layiq oğlansan. Sən yaxşı oğlan olsaydın, canlıya qoşulanda salam verərdin. Sırazı söyüşlə danışmazdın. Sən görsən, yaxşı oğlan deyilsən. Mən Ceyhuna salam verdim, izah eləyəcəkdim məsələn. Sən mənim sözümü kəsib Ceyhuna salam ver. Kimə Ceyhun kimdir ki, Ceyhuna izah eləyəsən? Ceyhun müsiblər heyətidir, yoxsa Ceyhun söhbətin normal oğlan kimi fikrin deyəcəkdi, başa düşdün? Mən onu onsuz Ceyhun nə fikir deyəcək? Sən o danışığından burada normal oğlanlar sən danışığından bildilər ki, sən nə fikirdəsən? Normal oğlan burada yox. İndi mən səni
Sən mən səni çarımda çəkəndə görəcəkdim. Bir qulaq as ki, sən xain, paxıl, içi qurtlu bir adamsan. Yalancının var yoxuna nəhlət içi qurtduyamsa. Yalancının nəslinə, zatına nəhlət. Lap da elə. Çünki sən gözün götürmür ki, Çingiz burada sirkdə işləyir, qızlar yanında videolar çəkir, pul qazanır. Sən də ürəyin partlayır da. Yalan diyanı Allah öldürsün, yaxşı, başqa söz Lap demə. da elə, Mən Allah özüm öldürsün. namaz qılan adamam. Yalan diyanı Allah bəlasın versin. Elə sən kimi namaz qılanların üzbatından din də paramparça olubdu. Ay ki, mən Həzrət Burada namaz Əlinin bir qılırsınız, nömrə. orada qurşaqdan aşağı. Mən, istəyirsən məni, mən namaz qılan adam olsaydım, əgər mən namaz qılıb Allaha ibadət eləsəydim, mən heç vaxt söyüş söyməzdim. Sən namaz qılıb söyüş söyürsənsə, sən dayı, mən sənə nə deyə bilərəm? Mən dayı, sən söyləmədim. Mən bayaq Instagramdan danışam. Instagramdakı Instagramda olan söhbət verirdim. söhbət, İğrənc şeyləri paylaşırsan. Sən birinci söyüşə keçdin, başa düşdün. İndi də cəmaatı canlıya çıxardın, mən şou yaratmaq istəyirsən, özünə pul qazanmaq, hədiyyə yığmaq istəyirsən məndən danış. Mən deyirəm, sən Allah mənə gül zad atıb, bu deyirsən özünə. Deyirsən, deyir mənə canlıya, bədbax, mən burada hədiyyə istəmirəm, mənə kimsə gül atır. Səncə o gülü mənə atmayın, onu atın. Qurban olum, o deyirsən... Yox, bayaq sən mənə var yox söyüşün. Ay kişi, bayaq sən mənə Instagramda var yox söyüşün. Sən ona layiqsən, ona görə sən söydün. Bəs amma mən cəmaatın içində söymədim ki, o ikimizin arasında olan söhbətdir. O sənlə mənim aramda olan söhbətdir. Mən sən kimsənin birincisi mənim söhüş söymürəm ki. Prosta quş deyibsən. Quşlamamışam. Sən eşidirsən, sən ona layiq adamsan. O sənlə mənim aramda iki nəfərin arasında olan söhbət başqadır. Biri də var, sosial mediada qoşulursan, ağzını qoyursan, başlayırsan söyüş söyməyə. Yəni mən demək istəyirəm ki, sən keyfiyyətsiz bir adamsan. Xain, paxıl, nə bilim, içi qurtdu, danışığın bilməyən. Sən özünə məsləhət, sən mənə nə məsləhət verə bilərsən? Mən canlıdan çıxıram, üzürürsən, yaxşı oğlanlar, söhbəti izah eləyəcəm. Sən yaxşı oğlan, yaxşı canlıdan çıxmıyor. Sən qulaq as mənə. Ramını zadı öz tərəfdarları yığmaq istəyirsən. Kim tərəfdarı? Mən tərəfdar yox, cəmaatın başı xarabdır. Cəmaat görür ki, sən ağzını danışığını bilmirsən. Bespantov adamsan. Cəmaat ola bilər görür, amma Allah başqa şey görür. Bayaq tülkülüyün sübut eləyincə, dərsin boğazından çıxardarlar. Bu məsələ eşidibsən, sən həmin məsələni elədin. Bayaq mən səndən Instagramda sakit danışdım, elə deyil. Sən qələt edirsən Instagramda mənə, sən qələt edirsən, sən axırıncı dəfə Tariyelin babasının il dönümündə sən orada biraz cızığından çıxdın. Sən mən orada döyəcəkdim hələ. Bax Allah'a and olsun. Qəşəng bir şapalaq qoyacaqdım qulağın dibindən. Mənə dedilər ki, ilişmə. Ondan sonra sən yenə ona oxşar hərəkət elədin. Bu səfər intizamla. İntizam səndən neçə yaş böyükdür. İntizam nəsə yola verdik, getdi bu söhbət. Sən ağzını danışığını bilmirsən. Sən kimsən ki, ay əli mənə məsləhət verirsən? Sən özünə məsləhət verən. Sənin özünə eşidirsən mənə. Ay bir qulaq as kişi. Sənin özünə məsləhət verən adam lazımdır, sənə yol göstərən lazımdır. Sən mənə nə yol göstərirsən? Sənin nə dəxlibədir, mən nə edirəm, nağaram. Mən sənə orada söymədim. Mən sənə qayıtdım, dedim ki, irgənirsən, sən onu eləmirsən. Sən mənə orada üzüb başından böyük söz yazdın. Elə bilginən ki, mən sənin əlivin altında böyümüşəm. O nə danışıqdır? Yazanda bir, elə hökmlə yazırsan ki, elə bir sən mən paçanamcadan. Sən bilmirsən ki, Ruslarda deyir, takoy privet, takoy at ver. Bir qulaq asken, İrənmək istəyəndə ona görə elə yazdım. Sənə o ixtiyarı kim verib ki, mənə sən yol göstərirsən? Yol göstərmirəm, məsləhət almaq özü istəyirsən. Sən mənə məsləhət niyə verməlisən? Sən özünə məsləhət verən lazımdır ki, ay Əli, namaz qılanda, namaz qılan adam söyüş söyməz, ay Əli. Canlıya qoşulanda bir başlığı qaldırır, canlıda nə qədər adam var, ağzına gələn söyüş canlı indi oldu da, canlıdan söhbət getmir. Tutalım, canlıda mən səhv eləmişəm. Mən də sənə deyirəm ki, cəmaatdan üzr istəginən çıx canlıdan, get həyatı yaşayacaq. Mənim əlimə ayağıma dolaşma. Mən üzr istəməli görəm. Niyə üzr istəmirsən? Söyürsən söymüsən, mən söymüşəm. Canlıda söyürsən. Sən üzr istəmə. Sən Instagramdakı söhbətə görə üzr istəmə. Mən Instagramdakı o söyüşə görə onu mən Instagramda telefonla sənlə danışmışam. Bu ikimizin arasında olan söhbətdir. Onun bu canlıya aidiyyəti yoxdur. Amma sən canlıda söyüş söymüsən. Yox, sən Instagramdakı söhbəti elə canlıya gətirmək istəyirdin də. Mən Instagramdakı söhbəti canlıya gətirmək başqa şeydir. Canlıda söyüş söymək başqa şeydir.
O söz sonra oldu da sən mənə canlıya gətirmək istəyirsən. Mən Ay, sənə söhbəti direkt yazdım ki, fırlatma. Ay, gündəmdə Instagram, məcbur mən olsun deyirsən, sənlə qalıb. mənim, yenə də deyirəm, bax Azərbaycan dilində danışıram. Azərbaycan dilində danışıram. Deyirəm, sənlə mənim aramda olan söhbət o bizim ikimizin arasındadır. Ceyhun buradaydı, sən qalxdın, başladın burada bir şüvənlik salmağa. O hayasız arvadlar kimi dalıcanda söyüş söydün. Mən sənə onu deyirəm. Deyirəm ki, bu canlı yayımda söydüyün söyüşə görə üzr istəyindən çıxdın mənim canlımdan. Sən də deyirsən ki, mən üzr istəmirəm. Niyə üzr istəmirsən? Yox, üzr istəmək. istəyərəm. Bir dəqiqə. Bayaq nə dedin sən mənə? Dedin Tariyelin nə bilim ad günündə, nə bilim qatıqlarına qayırmışdım mən sən. Tariyel kimdir? Tariyeli tanımırsan? Hə, Füzulidə Yağ bıçağı söhbəti. yağ bıçağı. Hansı söhbəti deyirsən? Mən səninlə 2 dəfə cəmi üz-üzə gəlmişəm. O Qaçay Pəhlivanın il dönümündə, Salyanda, bir də Füzulidə görmüşəm səni canım. Mən də sənə deyirəm ki, Əli, get də qardaş, get ginən, üzr istə, get həyatı yaşa ginən. 2031-ci ildə Azərbaycana gələndə Nə görüşərik. vaxt gələcəkdin, hə? Neçə ay Deyirəm də, gəlirsən Azərbaycan o dinən? Deyirəm də 2031-ci ildə. Ən Ay tez kişi, gələn neçə aya gəlir? 2031-də yox, 2-3 aya gələcəksən də. sən indi mənim həyatımı mənə öyrədirsən, mən haçan gələcəm Azərbaycana. Həyatı sənə öyrətmirəm. Mən sənə qoyub uzatmaq istəyirəm. Deyirəm haçan gəlirsən. Qoyub uzadacam səni. Əli, mənə sən qoyub uzada bilərsən. Əli, yadındadır mən səninlə görüşəndə əllərin əsir deyirsən. Sən mənə nətər qoyub uzadacaqsan? İndi əvvəlki kimi deyirəm. Sən özün pəhlivan deyirsən. Sən steroidlə güc yığırsan. Başladı 260 kilonu steroid sayəsində qaldırırsan. Onu Emin səndən yaxşı formada qaldırar. Bir gün əcəlin yekə olur, bir gün. Qulaq as ki, steroid vuranda mənlə bir yerdə vurmusan? Yox, sən bilinir də qıraqda. Sən özün bir dəfə yox, hardan bilirsən də? Bax gəl, sən mənim əlimdə steroid görmüsən? Gərək görəm, özün dedin də bir dəfə. Yox, mən özüm nə deyirəm ki, mənim ağzımdan ay millət elə söz çıxdı, mən steroid eləyirəm. Mənim ağzımdan o söz çıxdı. Mən dedim ki, aşvaqan da içirəm. Bilirəm sən canlı, aşvaqan da steroiddir. Kişi, keçən illəri mən YouTube səhifəsi açmamışdım. YouTube'da video paylaşmırdım, hə? Qulaq as da, dinlə məni. Girdim sənin canına, dedim elə belə normal sual verdim. Dedim ki, steroid qəbul eləyirsən. Sən də qayıtdın dedin ki, indi steroid qəbul eləyən idmançı yoxdur vəbşi. Yox, mən elə deməmişəm. Mən elə söz deməmişəm. Yadıma gəlmir də ola bilər. Yox, mən elə söz deməmişəm. Əgər demişəmsə, nə bilim, o canlı yayımın videosunu, kaydını göstər. Üstümə şər yıxırsan. Sən buradan bura mənim üstümə şər yıxırsan. Şər yıxmıram. Sən mənim əlimdə steroid görmüsən? Steroid görməmişəm, amma bilinir də sən steroid vurur. Yox, sən hardan bilə bilərsən? Sən mənim əlimdə bunu görməmisənsə, sən mənim əlimdə bunu görməmisənsə, canlı görmüsən, mənim üstümə niyə şər yıxırsan? Şər yıxmaq kişi işidir. Şər yıxmıram, deyibsən mənə. Özün etiraf elədin də keçən. Yox, indi qulaq as, babuca, anamın canına and olsun, Çingiz, sən steroid vurursan. Ananın canına and iç. Gərək burada and içəm ki, məsələn, mən sənə deyirəm ki, qulaq as da, mən sənə bir şey demirəm. Sən mənə deyirsən ki, sən steroid vurursan. Mən də deyirəm ki, deyən ki, anamın canına and olsun, Çingiz, sən steroid eləyirsən. And içə bilərsən öz canına. Ehtiyac yoxdur. Sən özün indi anamın canına özünə inanmırsansa, yalandan mənim üstümə niyə şər yıxırsan, nədir? Yalandan yıxmıram. Sənin gücün təbiidir. Hardan bilirsən də, mən də sənə deyirəm, təbii deyil, and içkinən ki, deyən anamın canı, Çingiz, sən steroid vurursan. And niyə içməliyəm mən burada? Oyun əlifbazada öyrənmirəm ki, sadəcə. Yaxşı, bəs sən mənim üstümə nəyə görə şər yıxırsan? Şər yıxmıram. Sən deyirsən, mənə döyənməsən, Çingiz. Hər kəsin canı bir dənə bıçağa bənddir, başa düşürsən. Söhbət gücdən getir. Gücə görə ötürsən, Əli, eşidirsən məni? Əli, eşidirsən məni? Mənim üstümə bilsən nə qədərinə bıçaq çıxardan oğlanlar olub. Özə sənin kimi paçan-maçanlar çıxartmayıb. Hansı ki o bıçağı çıxardıb vuran oğlanlar olub. Mən bıçaqdan zaten qorxmuyorum. Əli, sən bilsən mən hardayam bir dəqiqə. Sən mənə bıçaqla qorxursan. Meksikadasan, bilirəm. Əli, eşidirsən məni? 2031-ci ildə Azərbaycana gələndə ən tez gəlsəm 2031-də gələcəm. Səndən görüşəcəm.
Gör, sən məni onunla buna səhv salma. Mən dəlinin biriyəm. Mən yəni çox sənin kimi oğlanı üzr istətdirmişəm axırda. Başa sən mənə var yox söhbsən. Söhbət bundan gedir. Namus məsələsində güc girmir o. Bir dəqiqə gözlə, bir dəqiqə gözlə. O bir söz var, deyir, yaxşı at özünə qamçı vurdurmaz. Sən nisiryoz adamsan, sən şər atansan, sən naxalqa atan adamsan, sən nətər demə bir o arvadlar olur, şər yıxan, o dedikodu eləyən, qarğış tökən şər yıxan bir arvadla sənin fərqin yoxdur. Sən buradan bura cəmaatın içində mənim üstümə şər yıxırsan, sonra da kişilikdən danışırsan. Deyirsən ki, namaz qılanam, bir qulaq et, deyirsən ki, namaz qılanam, deyirsən namaz qılıram mən, Allaha ibadət edirəm. Buradan da söyürsən. Sənin əməlindən hərəkətin heç biri düz gəlmir. Sən elə o söyüşə layiqsən. Sən yox, sən canlıya yığma, niyə görə deyim də o həddə gətirirsən. Sən canlıya Ramonu, Ceyhunu zad öz ətrafı yığmaq istəyirsən, mənə özü təmizə çıxardarsan, Əliyə də mənim dalımca danışsın canlıda. Burada deyirsən, Ramo burada yoxdur. Birincisi, Ramo burada yoxdur. Sən get Allah'a dua elə ki, Ramo burada yoxdur. Deyəsən, könlüvə Ramo düşübdür. Ramo səbirsiz adamdır, əli eşidirsən. Ramo arzulama Allah, Ramo gəlsə əli, mən vəziyyətim başqa cür olacaq da. Yəni, Ramonu bu işə qatma, o yetim işləyir, yatıbdır, bilmir. Ramo deməklə bura. Ramonu bura qatma. Yəni, sən özündən danış, Ceyhunu da qatma. Ceyhun yetim yuxarı qalxdı. O Ceyhunun elədiyi hərəkət 32 kilo ilə eləyibdi onu. Ceyhun özü deyir ki, yəni qardaş, mən 32 kilo ilə eləmişəm. Onu 32 kilo ilə eləyə bilmirsənsə, götürüb cəmaata meydan oxuma ki, əli. Başı sal aşağı həyə qoyur. Meydan oxumadım, gülmək üçün çəkdim. O söhbəti sən niyə atırsan ortaya? O söhbət hardan çıxdı? Ondan danışmırıq axı. Biz başqa şeydən danışırıq. O nə? Yox, sən deyirsən Ceyhunu yuxarı qaldırmırsan. Mən Ceyhunla ümumiyyətlə ayrı bir söhbət edirdim. Sən qalxdın yuxarı, başladın burada aləmi qatmağa, şüvənlik salmağa. Mən eləməmişəm. Ayrı söhbət eləmirdim. Məndən danışırdın. Deyirdin, Əli mənə ağıl öyrədir, nə elə şeylər danışırdım. Mənim TikTokda 2 dənə səhifəm var, bir dənə səhifəm yoxdur. Sən burada fake profillərlə girirdin, ağzına gələni yazırdın. Güya mən bilmirəm. Yox, elə şeylərim yoxdur. Məndə elə hərəkətlər olmayıb ömür. Yəni Allah tərəfi olmayıb. Sən heç qəti elə bir şeylə aran yoxdur, hələ? Elə şeylə aram yoxdur. Və aran nə ilə var sənin? Aram heç nə, ancaq yaxşılıqdır, düzgünlükdir, dürüstlükdir. Əli, sən nəsə düzgünlükdən, dürüstlükdən danışırsan ki, bilmədiyin şeyi mənim üstümə atırsan, mənim üstümə şər atırsan. Deyirsən ki, sənin gücün yalancı gücdür, Emin pürçümü, Emin bura hardan gəldi, çıxdı. Deyirəm, Eminə baxanda, yəni o bilinir ki, təbii gücdür. Yəni, hardan normal güc verir, sən elə bir havanı əyirsən. Qulağa, indi belə çıxır ki, mən neçə illərdir mən bu sirklərdə işləyirəm, bu dünya miqyaslı sirklərdə işləyirəm, cəmaatın başı xarabda gətirib burada mənə işlədir, hə, Əli? İndi şoya görə işlədirlər də, ola bilər, xoşları gəlir, nəylərinə lazımdır sən neyinirsən, amma belə yaxşı oğlan kimi kənardan qiymət versin, yəni sənin gücün təbiidir, mən. Yəni, məni yaxşı oğlanlar mənim gücümü təbii saymırlar. Mənim gücümü təbii salanlar belə çıxır ki, pis oğlanlardır. Yox, sayanlar bilmirlər, ola bilər nəysə, o başqa şey. Bilməyənlərə mən şər yıxanmıram, amma belə yəni bilinir də, mən diqqətlə yaxşı, bəs niyə indi üstümə şər yıxırsan, ay Əli yenə? Şər yıxmıram, deyirəm yəni sənin gücün təbiidir də, şu. Mən də sənə deyirəm ki, gücüm təbii deyil, sən mənim üstümə şər yıxırsan. De, anamın canı sənin gücün təbii deyil. Ay bələt, mən əlif öyrənmirəm. Bələt deyil o, sözü xahiş edirəm düzdür, bələt sözü yoxdur. Yəni o söyüş ensiklopedi lüğətində bələt sözü yoxdur. Deyə bilirsən o sözü deyə bilmirsən demə, namaz qılan adamsan, özə söyüş söyməkinə. Aşağıdakılar da elə sənin tərəfi yaltaqlarımdır. Niyə yaltaq olurlar? Cəmaat düz deyir də, söyüş söymədi. Namaz qılan adamsan, ibadət əhlisən. Yox, düz demirlər. Mən canlıda səndən danışmaq istəmirəm. Sən Ceyhunu salıbsan canlıya, məndən danışırsan orada. Deyirsən, Əli mənə ağıl öyrədir. Nəmlə dalımca niyə danışırsan? Şoy yaratma burada. Mən səndən dedim ki, Azərbaycana haçan gələcəksən, onu de, görüşüm səni uzadım, qoyum uzadım. Birdən qoyub uzada bilmədim mənə əri. Əlimə nə keçdi ondan vuracam da. Yox, mən də belə duracam, deyəcəm ki, Əli vur məni. Vurmayacaqsan, çata-çat vuracam mən səni. Sənin kimi adamla mən söhbət eləmərəm. Birdən olmadı belə oldu elə, sən yatdığın yerdə bir də gördün ki,
o yatdığın o mitlə belə bükgəlibsə, gətirib qoyublar, belə oturub baxır. Uşaq kimi bəliyib qoyublar üzbəüz məndən. Onda necə olacaq? Kim bəliyəcək məni? Mən sənlə tək gələcəm görsə, sən də kişi kimi tək gələcəksən də. İndi Yox, mən səndən qorxuram, mən səndən tək gəlmərəm. Mən ən azı üstüvə mən massa ilə gələcəm sənin üstə. Bir 20 nəfər adam yığıb gələcəm. Mənim Çingiz, keçənkinə baxanda gücüm çoxdur. Yəni 70 kilona jimloj eləyə bilərəm. Söhbət ondan gəlir. Prosta sən səhvsən. Sən mənə var yox söyüş söhbsən. Söhbət bundan gəlir. Mən də sənə deyirəm ki, yaxşı at özünə qamçı vurdurmaz. Əli, sən ümumiyyətlə danışanda 40 dənə quş buraxırsan. Sən canlı yayımda danışmaq başqa bir şeydir. Şəxsi iki nəfərin arasında olan telefon söhbəti, intriqa, bu başqa bir şeydir. Sən canlı yayıma qalxmısan, səhərdən ancaq söyürsən. Danışığı bilmirsən, ancaq söymədim, bir dəfə söydüm. Bir dəfə söydüm, dayımdan danışıram. Eşidirsən məni? Əli, mən sənə açığın deyim, sən yaxşı oğlan deyilsən. Yalançının belə zatına. Allah'ın da olsun sən yaxşı oğlan, sən paxılsan, xainsən. Sən mənim kimi mömin adama ilişdin, onun cəzasını çəkəcəksən. Allah elə mənim səninlə görüşməyimə ehtiyac yoxdur. Allah cəza verəcək, narahat olma. O xain mundarlıqlarının küzdülüklə. Əliyarı pis deyirsən, ha deyirsən Əliyarı. Əliyar səndən 1000 dəfə yaxşı kişidir. Əliyarı mən pis deyirəm. Mən heç Əliyarın adını çəkdim. Əliyar bizim el pəhlivanı Nurəddin Beyləqanlının haqqına giribdi. Əliyar nətər yaxşı adam ola bilər? Əliyar da sənin kimi namaz qılır, söyür. Yəni Əliyarla sən mən Əliyara yaxşı adam demədim. Ay Çingiz, mən Əliyara yaxşı adam dedim. Nə zibildirsə səndən yaxşıdır, o mənada dedim. Yəni sən ondan da pissən, o mənada dedim. Qulaq as, məbdəqə. İndi Əliyara niyə zibil deyirsən ki? Yox, sən deyirsən Əliyar namaz qılıb belədir, elədir. Mən də deyirəm, sənə baxanda yenə babatdır. Sən şeysən də, münsiflər heyətisən də, kimin yaxşı, kimin pis olduğunu sən şey deyirsən. Mən Allah adamıyam, bilirəm nədir, nədir. Sən də yaxşı, ay Allah adamı. Bəs o dində, oxuduğun o dində, Quranda yazılıb ki, namaz qılan, ibadət edən insan kimsənsə arxasıca danışar, söyür. Elə şey var Quranda. Bə niyə eləyirsən? Elə şey yoxdur, əlbəttə yox. Bə onda niyə elə eləyirsən? Mənim sözümdən söz tutmayın, mətləbə gəlsən burada. Mətləbə gəlir. Mətləb, bir dənə mətləb tanıyıram, Rusiyadadır, orada işləyir. Top vurubdu, yarısı yoxdur, amma Rusiyada işləyir. Mən bir dənə mətləb tanıyıram, qulaq as mənə. Mən sənə insan kimi deyirəm, namaz qılan adamsan, ibadət əhlisən, nəyə görə kimsənsə dalıcan danışırsan, nəyə görə söyürsən? Niyə elə deyirsən? Əliyarı deyirsən, Əliyar məsələsini deyirsən. İndi Əliyarın adını çəkdim, onu deyirsən. Niyə onun adını çəkirsən? Dalıcan danışmıram. Sən demirsiniz. Sən Əliyarla üzbəüz gəlib, qulaq as bir dəqiqə. Sən Əliyarla üzbəüz gəlib o sözü Əliyarın üzünə deyə bilərsən sən? Bax, deyim də Çingiz, İslam dinində qeybət nədir? Gəlirəm kiminsə səhvini sənə deyirəm, gülürəm, odur qeybət. Amma iki oğlan kimi yaxşı aramızda hansısa söhbəti müzakirə ediyor, deyirik filan kəs belə filan kəs, o qeybət sayılmır, başa düşdün? O qeybət başqa şeydir, qeybət fərqli anlayışdır. Mən sənə Əliyarı demirsiniz, pislidir. Mən deyirəm, xəbəri yoxdur Əliyarın bu söhbətdən. Ümumiyyətlə Əliyarın bu söhbətdən xəbəri yoxdur. Əliyar yatıb, sən onun haqqında danışırsan. Bu qeybət deyil. Yatıb yox, öz aramızda nəyisə yaxşı olan kimi müzakirə edirik. Ümumiyyətlə heç mən Əliyarın adını çəkmirəm. Əliyardan mənə nə? Əliyarın adını sən çəkirsən burada. Yox, Əliyarın adını niyə çəkdim? Deyirsiniz, lovğa adamdır, yekəxana adamdır. Mən elə söz deməmişəm. Mənim ağzımdan Əliyar haqqında elə söz. Mən demişəm ki, Əliyar. Nurəddin bizim el pəhlivanlarının sədri, Nurəddin Beyləqanlının haqqına giribdir. Ona görə də bu canlı yayımda oldu, o söhbət bağlandı, getdi. Burada girib danışan sənsən. Deyirsən ki, Əliyar belə elədi, Əliyar elə elədi. Əliyarın adını sən çəkirsən, mən yox. Yox, Əliyarla mənim də aramda. Sən qorxmursan ki, Əliyar sənə polisə verər? Əliyar yox, mən söymədim. Dedim ki, hər nə səhvi varsa səndən... Yox, sən qorxmursan ki, Əliyar səni polisə verər? Polis yox, dedim hər nə səhvi olub, Əliyar necə bir insandırsa, sənə baxanda yaxşıdır, səndən 1000 dəfə yaxşıdır. Yox, sonra söydün də Əliyar haqqında pis ifadələr bildirdin. Bə deyirəm, qorxmursan ki, Əliyar sənə polisə verər, Əli? Nə ifadələr bildirdin?
yaxşı bilirsən, nə dediyini bilmirsən. Sən ağzından çıxan sözləri rastlamoşq eləmirsən, nə danışırsan? Yox, nə bildim də sən mənə sual verirsən. Bəlkə hə ola bilər də. İndi bəlkə hə, nə bil də belə diqqətli olansan denən də. Zibil dedin, sən Əliyara zibil dedin. Yəni yaxşıdır, məcazi mənada dedim mən o sözü. Məcazi mənada hər nədir səndən yaxşıdır o mənada ilə dedim. Yox, qulaq as. Dedin ki, Əliyardır, nədir, nə zibildir, səndən yaxşıdır. Elə dedin də sən. Hər nədir, hər kimdir, o zibil də desəm, o Əliyarla mənim öz Əliyar mənə görüşər, deyər belə dedin. O məndən o bilər. Mən sənə deyirəm ki, Əliyar səndən 1000 dəfə yaxşı. Mən də sənə deyirəm ki, qorxmursan ki, Əliyar o sözə görə səni polisə verə bilər. Əliyarı qatmaya bura, Əliyardan Əliyar polisə verər, özüm bilərəm. Sən qorxmursan ki, deyirəm Əliyar sənə o sözə görə səni polisə verə bilər. Ay ki, onun Əliyar bilər, mən bilərəm, onun sənə dəxil yoxdur. Mən sənə deyirəm ki, Əliyar səndən 1000 dəfə yaxşı oğlandır. Əliyar məndən 1000 dəfə oğlan deyil, Əliyar kişidir. Əliyarın 64 yaşı var. Ha, yaxşı insandır, belə deyək də, səninə baxanda o sən normaldır da, o sənin üçün o əlbəttə ki, bu normaldır. Mən o sənin üçün yox, Allah yanında da, bax o hesablayanda elə. Mən sənin fikir və o fikir və mən səni hörmətlə yanaşıram, çünki o sərbəst fikirdir. Hər bir insanın özünə məxsus fikri var. Amma sən bir insan haqqında dalınca danışmaq bu artıq qeybətdir. Qeybət, mən sənə izah elədim, qeybət anlayışı nədir, söhbət anlayışı nədir, onları izah elədim. Qeybət, sən mənə deyirsən, bayaq Instagramda mən sənə söyüş söymüşəm, o söyüşə layiqsən. Mən söyüş söymədən sənə məsləhət verirəm. Mən də sənə deyirəm ki, sən özünə məsləhət verən lazımdır. Sən kimsən ki, mənə məsləhət verirsən? Mənim nəyimə məsələ, nə səhvim var mənə məsləhət verən lazımdır? Deyirəm ki, sənin özünə, sən danışanda, cümlə danışanda 3 dənə cümləni bir-birinə güclə düzəldirsən. Sənin özünə məsləhət verən lazımdır. Sən mənə nə məsləhət verirsən? O məsələ odur, əsəbimdən əsirəm ona görə. Yoxsa adi vaxt düzəldə bilirəm cümlələr. Sən başın xarabdır, sən dəlisən, sən gişsən, əsəbləşəndə mənə məsləhət verirsən sən. Sən əsəbləşəndə Sən əsəbləşəndə cəmaata məsləhət verməyə başlayırsan? Əsəbləşəndə yox, bayaq normal şəkildə verdim. İndi sən mənə söyübsən bayaq. Mən yanında olsaydım, vurardım gözünün altından yumruq, partladardım, hə, onda soyardım. Sən mənə vurdun, tutaq ki, gözümün altını partlatdın, tutdular səni, qoydular içəri, getdin. Nə olacaq onda? Qoysunlar da, mən kişi kimi içəridə yataram, yatsam da. Mən söyüşə görə edirəm bunu. Boş şeyə görə eləmirəm. Onda 2031-ci ildə gələndə qoyarsan mənə. Sən gəlirsə 2031-də gəlməyəcəksən. Sən uzaq başlı nəsə 5 aya gələcəksən bəlkə. Ola bilər, təxmin edirəm. Yəni deyəcəksən işim var, 10 günlük dincəlirəm. O adından gələ bilər. Mən dincəlməyə gələndə gələcəm sənə deyəcəm ki, Əli gəl görüşək, mən bu gözümün altını partlat. Onu eləyim, elə eləyim. Gözümün altını partladı yox, görüşək də kim kimi... Yox, mən səndən qorxuram, mən səndən qorxuram, sən apasla, sən mənə bıçaqla zaddan vurarsan, öldürəcəksən, onda nə olacaq? Öldürməsəm də, öldürməyəcəm, ölümdən betər edəcəm, öldürməyinə... Mən də səndən görüşməyəcəm. Elə rahat canı tutarım. Mən də səndən görüşməyəcəm. Yox, o kişi sənsə görüşməlisən. Qorxuram da mən səndən. Mən Nürəddin Beyləqanlının zadı gətirəcəm görüşə, mən tək gəlməyəcəm. Uşaqları yığıb massa ilə gələcəm. Mən tək səndən gəlib görüşənmərəm. Qorxuram səndən. Mən məzələnmirəm səndən. Çünki istəyəsən sən məzələnsən məndən. Abi dəlidir. Sən mənə deyirsən ki, vuracam belə eləyəcəm. Mən səndən tək gələrəm görüşməyə. Nə ki də mən öyrənsəm sən Azərbaycandasan, gəlib səni evindən çıxar. Özdə qulaq aç ki, dində adam vurmaq yoxdur. Sən nətər mənə vura bilərsən? Dində adam vurmaq yoxdur, baxır hansı halda namus üstündə var vurmaq. Haqq məsələləri üstündə var. Yoxsa belə zarafat elədin, onun üstündə durub kimisə üstə cummaram. Yəni o besperdellidir, yaxşı, səbirsizlidir, səbirli olmaq. Əli, burada aşağıda sənə nəyə görə söyürlər? Onlar hamısı sənin, onların da var yoxuna nəhlət hamısının. Onlar da sənin yaltaqlarındır, onlar da yaxşı adamdır. Onlar mənim yaltaqlarımda yaxşı adamlar deyil. Yaltaqlarımdır sənin ətrafındakilardır. Mənim onlara səbrim yox deyə bir cavab verəm. Artist deyiləm burada, səndə var o. Mən sənə söz deyirəm, mən sənlə söhbət edirəm. Əli, axşam namazını qılmısan? Hə, qılmışam. Lap yaxşı, Allah qəbul edin. Get yıxıl yat ki. Yıxıl yat yox, mənə vaxtıdır, nə açan görüşəcəksən, gəlirsən.
Deyirəm 2031-ci ildə. 2031-ci ildə gələcəm, mən səninlə tək görüşməyəcəm. Yox, 2031-ci ildə kim ölər, kim qalar, ola hələ neçə il var da. Yəni ola bilər sən oğlun var da indi Göyçayda. Ola bilər də 4-5 aya ürəyin darıxarsan, gələrsən baş çəkmə, onda gələrsən də görüşmə. Mən səninlə tək görüşməyəcəm. Yox, tək görüş, narahat olma. Yox, mən narahatam, mən səninlə tək görüşməyəcəm. Zəif oğlan dörsən də deyirəm tək gəzsən. Mən tək gəl, mən səninlə tək görüşməyəcəm. Sən apasın adamsan. Yəni mən apasın adam deyəndə o mənada yox. Sən mənə söyürsən, onun ilişmə söyülmə. İlişmə, mənə ilişmə, mən də söyləyim. Mən elə içmədim. Akşi, var yox söyüşün. Sən mənə ilişmisən. Mən başım xarabdır, mən durduğu yerdə kiməsə söyüşsün. İlişmisən, mən də söyləyim. Özümü söyle. Akşi, özümü söyle. Adi söhbətində var yox qatmıyor. Qulaq as mənə. Mənə fərqi yoxdur. Kimsə mənə qarşı ilişirsə, çaşırsa, mən onu canlıda söyləməmişəm ki, şəxsidə ikimizin arasında olan söhbəti. Söymüşəm, yaxşı eləmişəm. İlişmə, söyülmə. Sən bilirsən ki, burada tok var. Barmağını ora soxsan, sən bilirsən ki, burada tok var. Barmağını ora soxsan, tok vurub səni öldürəcək. Gedib barmağı soxacaqsan ki, mən ölmürəm. Burada ilişməyin də mənə. Sən kimsən ki, yenə deyirəm, mənə məsləhət verirsən. Sən mənə niyə məsləhət verməlisən? Sən kimsən ki, bu El Pəhlivanlar Birliyində, bir qulaq aç ki, El Pəhlivanlar Birliyinin sədri sənsən. Yox, sədri. El Pəhlivanlar, sual verirəm, sədri deyilsən, mavini sən, Nurəddin Beyləqanlının mavini sənsən. Yox, heç mavini zət Mənə Nurəddin, qulaq aç, mənə Nurəddin, o videoları Nurəddin indiyə qədər mənə qayıdıb deməyib ki, sən niyə bunu eləyirsən, sən niyə onu eləyirsən, o mənə məsləhət verə bilər, həm məndən yaşda böyükdür, həm dünya görüşü məndən çoxdur, həm aləmə yaxın adamdır, aləmin içinə gəlib gedən adam. Həm də qardaş, o kişinin mənə məsləhət verə bilər. Nurəddinin timsalında başqa bizim ağsaqqal pəhlivanlar da. Onlar mənə bu fəaliyyətimə görə bir şey demir. Əli, sən kimsən axı? Bax, sən kimsən ki, mənə məsləhət verirsən? Sən olma, başqa, mənə məsləhət verə bilər, mənim sahəmdə olan adam, o işdən başı çıxan adam. O Nurəddin mənə məsləhət verir, amma sən mənə məsləhət verə bilmərsən. Mən də var yoxu sim, peysər, aşağıdakına deyirəm. Yenə söz. Burada cəmaat var, uşaq var, böyük var, qoca var. Blokatıram. Kimdirsə. Dediyim odur ki, sənin özünə məsləhət verən lazımdır. Sən mənə məsləhət vermə. Ədəbim də yerində, erkanım da, kişiliyim də, düzgünlüyüm də yerində. Çox ədəbi adamsan sən. Çox ədəbi adamsan. Mən bayaq ədəblə danışırdım. Sən keçdin var yox söyüşünə. Aç deyim də, sən deyirsən ha, ilişmə, söyülmə. Sən mənim özümü söyə bilərsən. Var yox söyüşü ortaya atan oğlan adi bir söhbət üstündə. Yaxşı oğlan olmur. Sən fikirləşməlisən ki, Əli də mənə söyə bilər də. Mənim də bacım var, onu fikirləşmə. Qulaq as bir dəqiqə. Bir dəqiqə qulaq as ki, sən Əli ağzın danışığını bilmirsən. Sən yetənə yetirsən, yetməyənə daş atırsan. Ona görə də söyülürsən. Bu bir. İkincisi, indi bax sən var yox söyüş söydün. Burada canlıda adamlar, cəmaatın bəs o birisilərin anasının, bacısının günahı nədir? Niyə söyüş söyürsən? Bax, sən bayaq dedim ki, söyüş söymə. Bax, yenə söyüş söylür. Niyə söyüş söyürsən? Çünki sən çox üstsüz adamsan. Yəni, bir dənə dahinin sözü var idi. Bəzi insanlarla üzləşmək çətindir. Çünki onların haqlı çıxacağı ikinci bir üzü var. Özün mən o həddə gətirirsən, sonra deyirsən, niyə söyüş söyürsən? Mən burada sənə söyüş söydüm, Əli. Yox, mən qulaq as bir dəqiqə. Mən sənə söyərəm, o tərəfə də keçərəm. Mən canlı yayımda Nurəddin Beyləqaniyə söz vermişəm ki, mən söyüş söyməyəcəm. Amma sən söyüş söyürsən. Sən bayaq dedim, sən yenə də bax, bayaq kiməsə var yoxun söydün. Yaxşı, onun var yoxun günahı nədir? Niyə söyürsən onu? O mənə peysər deyir, ona görə. Onun şəxsidə söydə onu, şəxsidə götür, söyüşü onun şəxsidə direktinə yazıyor. Mən bir deyib belə, onun kimi yaltaq nə qədərdir sənin ətrafında? Mən girib bir hamının şəxsinə baxan deyirəm. Sən Əli, get həkimə, nervopatoloqa. Ona deyən səni yönləndirsinlər, səni bir yönləndirmə eləsinlər. Sən get, qardaş, Məşdağada 1-2 ay, 3 ay orada müalicə al. Əsəblərin düzəlsin, get. Sən normal adam deyilsən, Əli.
Normal adamam özdə dibinə kimi, başa düşdün? Sən ağzın danışığın bilmirsən. Sən bilmirsən, başa düşdün, mən şəxsiyə olan söhbəti canlıya gətirmək istəyirsən, şəxsidə olan söhbət. Mən sənə direktə yazdım ki, canlı açmıram. Sən də ki, başqa səhifə ilə baxırdın. Sabahdan da, eşitirsən məni, sabahdan da, qulaq as mənə, sabahdan da o Əli pəhlivan sözü yazmısan. O pəhlivan sözünü oradan sil. Yaz ki, Əli güclü oğlan, Əli strongman, nə bilim, Əli, nə bilim, nə istəyirsən yaz da, o pəhlivan sözünü oradan silərsən. Yaxşı, Əli? Silmirəm, başa düşdüm. Mən pəhlivan adına layiqəm, kişi adına da layiqəm, oğlan adına da layiqəm. Kişi, mən kişiliyimə sənə bir söz demirəm, qulaq as. Mən sənə deyirəm ki, pəhlivan adını sənə kim verib? Pəhlivan adını indi mən doğuşdan, yəni ruhumda hiss eləyirəm, var ona görə. Qulaq as, indi ruhunda sən özünü milyoner hissi, polis hiss eləsəydin, polis paltarı giyinib gəzəcəydin, Əli? Ya ruhunda özünü həkim hiss eləsəydin, qulaq as, mənə, özünü ruhunda sən özünü həkim hiss eləsəydin, həkim paltarı giyinib gəzəcəydin? Onu söhbətə qatmayıb, başa düşdüm. Mən sənə var yox söyməni izahım vereyim. Deyirəm, yaxşı olan... Mənə izah verməyim, mən sənə deyirəm ki, xahiş edirəm səndən artıq dərəcədə, Əli, o pəhlivan sözünü oradan sil ginə. Elə Əli qoysan daha gözəl olur. Silərəm, silmərəm, yaxşı oldu. Sən haçan gələcəksən Azərbaycana, mənə xəbər eləməsin, kişi dörsün. Yəni, söymürəm, kişi dörsün. Mənə xəbər eləməsin. Mən Azərbaycana gələcəm, sən xəbər eləyəcəm, amma mən sənlə görüşməyəcəm. Xəbər eləyəcəm, gəlib səni evindən sürüyə çıxardacam şöyle. Yox, sən mənim evimə qapını bağlayacam, girib içəridə oturacam. Evimə hücum eləyəcəksən, sən polisə verəcəm. Hər nədir, yəni özün... Mən polislə, başqa mən görüşəm, millət polislə gələcəm. Mən dəliyəm, mən bu Abbasın adam deyib, mən polislə gələcəm səndən görüşə. Polislə gəlsənsə, deməli sən qabağımdan yeyirsən də, söyürsən, qaçırsan. Mən polislə gələcəm. Yox, sən Abbasın adamsan, çox təhlükəli adamsan sən. Yox, belə eləyirsənsə, ola bilər sən... Sən mənə sual verir, mənə bax, bu mənə həqiqətən maraqlı olan bir sən nədir? Deyirsən ki, mən ruhumda pəhlivanlıq hiss edirəm, yəni içində hiss edirsən o pəhlivanlığı, Əli. İçində hiss edirəm. Çünki yaradıcı nömrələr, yaradıcılığım var beynimdə. Hər gün bir dənə nömrə beynimə gələ bilir. Prosta işlərim olur, ağır işdə işləyirəm, fəhlə adamam, zəhmətkeş insanam deyə. Çox idmana vaxt ayıramıram. Mənə bax ki, məsələn, indiyə qədər yaradıcılığından nə yaratmısan? Bir pəhlivan kimi nə yaradıcı bir hərəkətin var? Yaradıcı deyəndə vaxtım olmur eləmə. Yaradıcı hərəkətin bayaq birini elədim. Elə o dişimlə rafı bayaq nağardın? Dişimlə rafı dartıram, deyim də, mən bir oturub xırdalayım. O camaat saçınla qatarın sastavını dartır aparır. Bəs sən elədiklərin nədir? Camaat ondan artığını eləyir. Yox, mən sənin kimi demirəm ki, mən o hərəkəti mən yaratmışam. Mən də kimsənsə hərəkətinə baxıb eləyirəm. Mənim axtıma elə söz çıxdı, o hərəkəti mən yaratmışam. Yox, örnək götürmək başqa şeydir. Bəli, insan sadə olmalıdır, o başqa şeydir. Prosta sən pəhlivan özündən də icad eləməlidir yeni nömrələr. Səndə nə tər? Ya da mən də sənə deyirəm, özündən nə icad eləmişsən? Özündən nə icad eləmişsən? O icad elədiyin nədir özündən? İcad eləcəyim, şüşənin üstünə uzanıram. Onu özündən sən icad eləməmişsən, onu intizam eləyirsən. Özüm, sonrası deyirəm də, nə inirəm, tək uzanmaqdır. Yox, onu tək onu demirəm də, şüşənin üstə uzanıram, əlimdə 2 dənə 24-lə, elə bil girnə siniyə işləyirəm. Onu da intizam edibdir, o da intizamın hərəkətidir. O sənlik deyil o. Nə icad eləmişsən özündən? İntizam girnə işləməyib ömür boyu. Adam çıxıb üstünə, şüşə üstünə uzanıb, adam çıxıb üstünə. İntizamın nömrəsi var ki, mən gözümlə görmüşəm ki, intizam uzanır şüşənin üstünə, əlində girləri belə qaldırır. O sənin o intizamın hərəkətidir. Nə icad eləmişsən başqa? Qaldırmaq yox. Arxası üstə uzanırsan, elə bir qantel nəsinə məşq eləyirlər. O fasonda. Uzanlı vəziyyətdə. Hələ neçə yaşın var, soruşmaq ayıb olmasın? Yaxşı. 27 yaşım var. Əli, özün belə şey istəyirsən də, fəhlə istəyirsən, düzdür? Ustasan yoxsa usta köməkçisən? Usta köməkçisi.
Mən sənə məsləhət verirəm ki, get işinlə məşğul ol, Əli. Vallah. Yəni bu pəhlivanlıq sənlik deyil. Namaz da qılırsan, orada bir imamdan, zatdan tap ki, get onun yanına sənə biraz məsləhət versin. Dini məsləhətlərə sənin ehtiyacın çox var. Mən özüm ona buna məsləhət verirəm. Sən deyirsən məsləhət. Mən də ona görə deyirəm ki, sən ona buna məsləhət vermə də. Sən ona buna məsləhət verəsi adam deyilsən. Sənin özünə güclü məsləhət verən lazımdır. Sənin özünə məsləhət verən lazımdır. Girib o qızlarla səfih-səfih hərəkət edirsən. Mən o qızlarla mən də sənə deyirəm də, o qızlarla əgər mənim bu hərəkətim lazımsız olsaydı, Nurəddin Beyləqanlı mənə irad bildirərdi. Sən Nurəddindən çox bilirsən. Yox, niyə vecin almır ki? O Nurəddin elə kişi deyil, o vecin almır. Nurəddin El Pəhlivanlar Birliyində hamıya nəzarət edir, hamıya da fikir verir. Əgər o ədəbsiz bir şey olsaydı, yenə də deyirəm, Nurəddin Beyləqanlı mənə vaxtında tənbih eləyərdi. O mənə desin ki, Çingiz o videoları silginəm, o videoları həmin gün silərəm. O mənə demirsə, deməli, o mənim işimdir. Onun sənə heç bir aidiyyəti yoxdur. Amma mən sənə deyirəm ki, sənin özün məsləhətə ehtiyacı var. Nurəddin də deməsə, ola bilər, bəlkə Nurəddin düz yaşda məndən böyük ola bilər, hörmətini saxlayaram, amma ola bilər mənim bildiyim elə şey var, Nurəddin bilmir. Allaha and olsun elə bir şey dünyada ola bilməz. Yox, həyatda. Deyirəm, Allaha and olsun elə bir şey dünyada ola bilməz də. Yəni, imini sənə görə deyirəmsə, başqa adam bəlkə desə, amma imini sənə görə elə bir şey ola bilməz ki, sənin elə bir şey ola ki, sən onu biləsən, Nurəddin onu bilməsin. Olur da, həyatda hər şey olur. İnan. Yəni o mal-qaranın zadı, o heyvançılığa zada görə deyirsənsə, hə, onu amma sırf bu pəhlivanlıqda, bu peşədə, bu sahədə Nurəddinin bildiyinin heç sən yarı faizini bilmirsən. Hə, peşədə söhbət getmir, sənin o səfih-səfih hərəkətlərindən söhbət gedir. Mən də sənə deyirəm ki, mən pəhlivanam. Mən pəhlivanlığa aid olan bir videolar çəkirəm. Qızlarla video çəkirəm. Nə edirəm? Bu mənim səhifəmdir. Bu mənə aid olan bir şeydir. Əgər mən deyirəm orada səhv eləsəydi, nəsə bir əyri bir şey olsaydı, mənə Nurəddin çoxdandan tənbih eləyərdi. O mənim sədrimdir. O mənim pon ixtiyarı var ki, demək ki, Çingiz bunu belə eləməklə olmaz. Görsən o mənə deyib, mən o kişiyə söz vermişəm ki, söyüş söyməyəcəm. Gör mən söyüş söyə bilmərəm. Söyərəm o tərəfə də keçərəm. Söhbət ondan getmir. Ki, Nurəddin ola bəlkə səhv eləyirsən onu deməməklə. Nurəddin bəlkə... Niyə indi Nurəddini səhv çıxartmaq istəyirsən? Səhv çıxartmıram. Sənə onu deyirsən ki, Nurəddin səhv eləyir. Sən Nurəddinə o ağsaqqal kişiyə həyat yaşayışı öyrədəcəksən. Nurəddin necə yaşamalıdır? Bilik, savad ağsaqqallıqla ölçülmür. Başa düşdün? Nə olub o biliklə? Yox, sən cənub zonası hər yerin... Dayan bir dəqiqə Çingiz. Hər yerin qeyrətlisi, namuslusu var. Namusu, qeyrəti bölgə ilə olsa. Amma bizim cənub zonası həmişə elə şeylərdə seçilib. Başa düşdüm. Mən onu ədəbdən, qanacaqdan kənar hərəkət sayıram. Durub qızlarla göbək rəqsi oynayıb. Sirkdən demirəm, evdə oynayırsan göbək rəqsi. Qulaq as, mən birincisi göbək rəqsi oynamıram. İkincisi qıza qoymuşam Azərbaycan mahnısını oynadıram, zor eləyirəm. Hər nədir o? Ləzginka qoymuşam, mən ləzgiyəm, ləzginka qoymuşam, qız oynayır, zor. Sən toyda ləzginka qızla oynanmamısan sən? Ümumiyyətlə siz toy edirsiniz, yoxsa dərviş toy keçirdirsiniz? Sizdə toyda kişilərlə qadınlar bir yerdə olur? Toyda oyna, mən dəxli yoxdur. Deyirəm ki, siz toy eləyəndə qadınlarla kişilər bir yerdə olur? Olur olmağına toydan. Orada ləzginka oynamırlar. Yəni qulaq as bir dəqiqə. Orada ləzginka oynamırlar. Orada ləzginka oynayırlar əlbəttə. O ləzginka oynayanda qulaq as. Video çəkən, kamera çəkən onları video çəkmir. Belə sinində kamera ilə onları video çəkmir. Çəkir, düzdür. Həmin o video çəkir, o kaseti götürüb televizorda qoyub baxmırsan. Fərqi nədir ki? Mən də özüm üçün ad gün eləyirəm. Qoymuşam mahnını, qızlar oynayır. Ayşə Telman kimi gətirib milyonlarla dollar beləncədən töküb Şakiran başına, xarici bir qızların başına milyon töküb oynatsaydı, mənə deyərdin ki, Çingiz müəllim, Çingiz müəllimə halaldır. Çingiz milyon tökmür, Çingiz elə bir kəlmə deyir, xarici qızlar oynayır. Onu bazarmaq lazım. Hər oğlan başı üçün deyil, gəlsin bir köprüsüz rəqqasələri oynatsın. Onların pozğunlarıdır. Qız yox, mən onlara qız demirəm, onlar Amarın qəhbələridir. Amarın pozğunları damızır. Yox, nəyə görə sən cəmaatın anasının, bacısının haqqına girirsən?
Ana bacıca, yaxşı oğlan heç vaxt heç bir yaxınına icazə verməz sirkdə göbəyə açıq gəlsin. Başa düşür, elə işə icazə Onda belə verir, çıxır ki, pardon. onda belə çıxır ki, sirkdə işləyənlər yaxşı oğlan deyil, hə? Yaxşı oğlan deyə qadını prosta icazə verməzlər Yox, göbəyə qulaq açıq asın. sirkdə. Azərbaycan sirkdə işləyən bütün pəhlivanların hamısının ətrafında qızlar olubdu. Nurəddinindən tutmuş müsəlliminə qədər. Onda belə çıxır ki, bunların hamısı yaxşı oğlan olmayıblar da. Yəni sirkdə işləyiblər. Sirkdəki qızların geyimi elədi. Amma o demək deyil ki, o qızlar pozğundur. Onlar idmancıdır, onların öz həyatları var. Sən cəmaatın anasını bacısını niyə də çatırsan? Sirk söhbət eləmirəm. Ha kişi, sirk söhbət eləmirəm. Sirkdən qıraqda sən Argentinalı qızla Azərbaycan rəqs eləyirsən. O qız mənim iş yoldaşımdır. O qıza mən Azərbaycan mahnısını oynatmışam, yaxşı eləmişəm. Ha, mən də yaxşı eləyirsən eləyim, mənə dəxli yoxdur. Prosta düzgün hərəkət eləmirəm. Onun sənə adiyyəti yoxdur da. Sən ancaq öz xalan qızına, dayın qızına, bacın varsa bacıva, öz yaxın qohumlarına get cavabdehlik daşı. Sənin heç bir adiyyəti yoxdur. Mən aidiyyəti yoxdur, yox, sənə meymun kimi baxırlar. Kətdə ön biodan oğlan mənə meymun kimi də baxa bilərlər. Qulaq as bir dəqiqə. Mənə meymun kimi də baxa bilər. İnsan baxışlarıdır da. Məsələn, meymundan əmələ gələn bir insan genetikası, o Darwin demişəm, meymun kökənli insanlar məni meymun kimi görür. İnsan kökənli insanlar məni insan kimi görür. Bunu da normal qarşılayır. Kim nədirsə, o məni o şəkildə görür. Kim nədirsə yox, ədəmlə, ərkanla, panyatka ilə ölçəndə o düzgün hərəkət sənin panyatkan var. Sən panyatkalı oğlansan. Özümə görə panyatkam varım. Özümə görə yox, sən özünə görə panyatkan yoxdur. Sənə o mən 3-cü səfər deyirəm ki, söyüş söymə, sən yenə də söyüş söyürsən. Söyüş söym, deyirəm, yəni o hərəkət eləmək. Sən yenə də söyüş söydün canlı yayımda. Deyirəm ki, ay panyatkalı, canlı yayımda söyüş söymə yenə. Açı, o hərəkət eləmək, mənli, şərəfi olan elə şeylər paylaşmaq. Yox, qutarı getdi. Mənim fikrim budur, başa düşdün, bir qeyrətli Azərbaycan oğlu kimi. Fikrim budur, yox. Onda belə, sən də görsən, sən mənim mənliyimə, şərəfimə, sonra deyirsən ki, Çingiz məni niyə söyürsən? Mən ona görə səni söyürəm də, sən o söyüşə layiqsən. Layiq deyirəm, olanı deyirəm. Mən normal məsləhət vermək istədim, bayaq. Sən mənə məsləhət verə bilmərsən, sən mənə məsləhət verə bilmərsən, dədə. Sən mənə məsləhət vermə, sənin özünə məsləhət verən lazımdır. Sərdən sənə deyirəm ki, söyüş söyməz, söyüş söyürsən. Deyirsən, namaz qılan adam söyüş söyməz. Sənin cəmaatın dalıcan danışmaz, hansı bir qızın babalın yumaz. Kimsə yatır evdə onun dalıcan danışmaz. Sən bütün bu əməlləri edirsən, sən mənə nə məsləhət verirsən? Sənin özünə məsləhət verən lazımdır. Mən qızın babalın yumuram. O, sən məsəl üçün belə deyim də Çingiz, sən yaxşı Azərbaycan oğlan tutalım ki, yəni yaxşı oğlansan da indi yaxşı oğlan kimi icazə, indi məsəl bacın var, belə pis başa düşmə, hə? Bacın, xalan qızı zat. Mənim xalam qızı da var, bacım da var, bibim qızı da var. Priçom bu, hə? Hər hansı birini icazə verərsən, rəqqasə işləsin məsəl üçün. Əgər məsəl üçün, mənim bacım rəqqasə olmaq istəyərsə, mən ona nə deyə bilərəm? Deyəcəm ki, ay bacı rəqqasə olma ki, ürəyi üstü rəqqasəlik ədəbsizlikdir. Ədəbsizlik peşə olsa belə, o gedib kişilər, naməhrəm kişilərin qabağında bıllanmağı pozğunçılıqdır. Rəqqasə, eşidirsən məni? Rəqqasə, Azərbaycanın solistləri var, namuslu, qeyrətli qadınlardır, qızlardır. Rəqqasə olmaq namussuzluq, qeyrətsizlik deyil. Hər ölkənin özünə görə öz musiqi mədəniyyəti var. Azərbaycanın musiqi mədəniyyətində Azərbaycan rəqsi belə-belə oynayırlar qızlar. Geyimləri odur. Ərəblər göbəyə açıq giyinir, göbək atır. Onların mədəniyyəti odur. Latin Amerikanların özünə görə öz rəqs mədəniyyəti var, geyimi var. Sənin nəyə lazım? Sən heç danışığı bilmirsən sən. Ümumiyyətlə nə danışdığını mən fikrimi bildirirəm. Fikir ola bilər, o peşə ola bilər. Pul verərlər. Prosta o padlo peşədir, başa düşdün? Əli, cəmaatın adından danışma, çox quş buraxırsan. Sən o sözə görə səni səhər tezdən xoruz əvəzinə banladarlar. Cəmaata ilişmə. Sən cəmaatın peşəsinə burun soxma. Azərbaycandakı müğənniləri, qadın müğənniləri, aparıcıları hamısının həyatını araşdır.
o nazirlər zadlar saxlayır hamısını. Hamısı pozğundular. Başa düşdün? Normal qız rəqqasə göbəyin açıb oynamaz kişilərin qabağında. Başa düşdün? Mən sənə bunu deyirəm. Mən sənə olanı deyirəm. Başa düşdün? Mən cənubuluyam, mənim qeyrətim var. Mən cənublu bir qeyrətli oğlan kimi bunu deyirəm mən sənə. Söhbət qarışmıram. Mən fikrimi Əli, dedim. axırı elə-eləcinən ki, sabahların, Əli, axırı elə-eləcinən ki, sabahların müzür videon gəlməsin. Yaxşı? Hə, yaxşı, nenə ki, onu özüm bilərəm. Mən dedim də, mən olan şey dedim. Hə, mən də çox şey deyirəm. Cəmaatın şəxsi həyatına qarışma, o sənə adiyyəti yoxdur. Kim müğənnilik eləyir, kimlə oturur, durur, kim rəqs eləyir, nə eləyir. Onların hərənin öz şəxsi həyatı var. Sən Azərbaycanda yaşayırsan. Azərbaycan demokratik respublikadır. İnsanlar öz yaşayışlarını yaşayırlar. Onun heç kimin yaşayışının heç kimə adiyyəti yoxdur. Sən başa düşürsən? Aidiyyatı yoxdur, əlbəttə aidiyyatı yoxdur. Çingiz, aidiyyatı əlbəttə yoxdur. Amma cəmiyyət nəzəri ilə, yaxşı oğlan nəzəri ilə, Allahın qoyduğu qanunlarla baxsa, o hərəkət Allahın qoyduğu qanunlardan sən vəbşə danışma. Sən heç onlara əməl eləmirsən. Bir Allahın başa düşdün? Yəni fikrimi dedim də budur. Mən də sənə deyirəm ki, mən də sənə deyirəm ki, Allahın qoyduğu qanunlara əməl etməyən ilk öncə sənə deyir, namaz qılan bəndədir. Qılmayan şər bəndədir. Gət qılıb gət qılmayan yeri cəhənnəmdədir. Mən şər bəndəyəm, namaz qılmıram. Amma sən namaz qılırsan və söyürsən, qeybət edirsən. Mən sərdən sənə bunu deyirəm. Sən məndən 20 dəfə artıq günah qazanırsan. Oğlum, mən günah qazanıram. Onu sən bilirsən niyə qazanıram. Bayaq dedim də onun izahını verdim. Canını açıbsan, Ceyhunuz adı salıbsan, adamları yığmaq istəyirsən, burada şou yaratmaq istəyirsən, ona əsəbləşdim mən. Əli, mən şou yaratmıram. Mənim şoya ehtiyac yoxdur. Mən sirkdə özüm üçün öz şoumu eləyirəm, pulumu qazanıram. Mən burada Ceyhunla nə şou yaradıram? Ceyhun yetim qalxdı yuxarı, girdən danışırdıq. Ceyhun dedi ki, mən 32 kilo ilə eləmişəm onu. Çətin hərəkətlər eləyir Ceyhun. Sən də götürürsən 16 kilo ilə eləyirsən. Düzgün deyil. 32 ilə eləyə bilərsən o hərəkəti. 16 dör idi, 24 idi. Mənim 16 kiloluq girim yoxdur. 24 idi. Prosta göstərmədim. İndi səhvdir də elədim, yaxından göstərmədim. İnsan səhv eləyə bilməz. Əli, 2031-ci ildə görüşərik. Mən çıxıram canlıdan. Mən dükana getməliyəm, işim gücüm var. Mənim başım xarab oldu. Sən buradan deyirəm, buradan çıxır. Buradan deyirəm, buradan çıxır. Hə, yox, sən o sözün hesabatını verəcəksən. Getdim, axırı elə ki, axırda sənə bu göstərməsinlər ki, üzr videon gəldi. Getdim mən, sağ ol. Yaxşı, davay, səni güdəcəm usta. Sən Azərbaycana gəldin, biləcəm, evvə girəcəm, gəlin. Görərsən. Sən mənə nəyə görə minirsən? Sən Petuqzatsan, kişinin belinə çıxıb minirsən. Yox, o mənada yox, yəni səni... Yox, kişini minər, deyirsən ki, sən minəcəm. Sən... Nə bilim, mən səndən baş çıxarda bilmirəm. Sən əks cinsə qarşı sən, nə bilim, sən homoseksualsan. Riskli söhbətlər elə, minəcəm, yəni səni mələdəcəm. Yox, deyən səni vuracam da, minəcəm elə deyirsən ki, başqa adam başqa şey fikirləşir, deyirsən, deyir minəcəm. Instagramdakı səsi Ceyhuna da göstərəcəm, o yazışmanı. Göstərdə Ceyhuna yox, ola Nurəddin Pəhləvana da atarsan mənim Instagramdakı səsimi. Getdim mən, sağ ol. Davay, səni güdə izləyəcəm, görüm haçan gəlirsən Azərbaycan.